Psixiatr bərabərdir dəlilik. Mən Aygün Zeynalova, həkim psixiatr. Bugün sizinlə bu mifi qırmağa çalışacağam. Əvvəllər belə bir düşüncə var idi ki, əgər psixiatra gedirəmsə mütləq dəliyəm. Amma psixiatrlarda bir kardioloqlar, gastroenteroloqlar kimi bir həkimdirlər və onlar xəstəliyi sağaldırlar. Yəni siz ona gedirsinizsə, siz dəli deyilsiniz. İkinci bir mif odur ki, əgər mən antidepressant içirəmsə, ömrü boyu ondan asılı qalacağam. Xeyr, bu belə deyil. Xəstəlik müddətində siz içirsiniz, həkim nəzarətində olursunuz və xəstəliyiniz get-gedə sağaldıqca dərman dozası azaldılır və siz həmin xəstəlikdən qurtulmuş olursunuz. Belə başqa bir mif var ki, əgər antidepressant içirsinizsə, ömür boyu ondan asılı qalacaqsınız. Bu belə deyil əslində. Necə ki, şəkərdən əziyyət çəkən xəstələr şəkər əleyhinə dərman içirlər, depressiyadan əziyyət çəkən insanlar da antidepressant içirlər. Necə ki, onlar asılı deyil, eynilə də siz asılı deyilsiniz. Əgər bu kimi problemləriniz, bu kimi qorxularınız varsa, RAS psixoloji mərkəzinə müraciət edə bilərsiniz.